Salam dostlar, necəsiz? İnşallah yaxşı olarsınız. Gördüyünüz kimi günlük bonusdan sizə video çəkməmişdim, özüm almışdım. Bir dənə böyük villa almışdım, içini hələ gəzib bitirə bilməmişəm, yəni içinə hələ baxa bilməmişəm dostlar. Bir dənə də belə maşınımızdır. Sürətli gedəndə dalından bir dənə spoiler çıxır. Dostlar, yanınıza gəlsək, keçən dəfəki videoda demişdim ki, yorum yazanların adını deyəcəm. Mənim də sinif yoldaşlarım çox mənə yorum yazdılar və dedilər ki, bizim adımızı çəksinlər. Ədalət yazıb ki, Səxavət, sonra yazıb ki, Nazirə Sadiqova, Səxavət mənəm, ağa, mən səni indi abunə oldum. Sonra yazıb ki, adı bir dənə şəkildə, sonra yazıb ki, Səxoş, Əla. Yəni bunları yazanları çox sağ olun. Sonra Tansu yazıb ki, çox maraqlıdır, arda gəlsin. Əlbəttə ki, o mənim anamdır. Sonra Nicat yazıb ki, çoxlu ağlamaq işarəsi, yəni gülmə işarəsi. Sonra yazıb ki, Toğrul, Allah qorusun səni. Sonra bir insan yazıb ki, salam. Sonra biri də yazıb ki, salam. Sonra güləriz işarələr. Hələ, yəni yorumlar yazılıb. Çox sağ olun. Yəni gördüyünüz kimi adınızı çəkdim. İndi gedirik. Əlbəttə ki, sizə sürprizlərimi göstərim. Dostlar, sizə bir dənə də sürprizim var. Amma əvvəlcə gözünüzü yumun. Gördüyünüz kimi böyük villamdır. Sizə bir dənə gördüyünüz kimi pulum az ola bilər, amma sizə bir dənə vəhşi, səncə nədir? Kamaza oxşayan bir dənə canavar, bir dənə maşındır, bir nəfərlikdir. İstəyirsə biraz şəhərdə kuruq eləyək, şura devam edək. Yəni, indi gördüyünüz kimi gedək biraz sürürüm, siz də baxın. Bilmirəm, neçə eləmişəm, məncə 5 eləməliyəm. Çox sürətli, amma əvvəlcə alanda çox zəif idi. 180 idi pulun sürəti. İndi sıxacam, kəmərinizi taxın, uçuza hazır olun. 1, 2, 3, dostlar, başladıq. Gördüyünüz kimi çox sürətlidir. İndi buradan kuruq eləyəcəyik, gedəcəyik təzə maşınımızın yanına. Bir dənə qaz vurdum, görün nə boyda aralaşdıq evimizdən. Benzin yağındakı ev, bu da bizim maşınımız. Gördüyünüz kimi çox sürətli eləmişəm. Yəni bir qazla, bir pedalla, yəni evdən hardasa neçə kilometr, yəni bırağa gedə bilirsən. İndi gedirik, opsi maşınımı sizə təqdim edirəm. Göy maşınımızda, heç mən onun adını bilmirəm. Ora yazıb ki, beyaz da yazılmışdı ingilisinin də altında. Mən bilmirəm heç o hansı maşındır. Amma mən əslində bildiyim qədərilə əslində onun adını tanıyırdım, amma adı indi yadımdan çıxıb. Bir dənə deyəsən quş sarəsi kimi, bir də üstündə quş sarəsi kimi şey olmalıdır, işarə. İndi gördüyünüz kimi sürətini gördün bizim Kamaza oxşayan maşınımızın. İndi Kamaza oxşayan maşınımızı qoyuruq bura. Gedirik. İndi o göy maşınımızı sizə təqdim edeyim. Gördüyünüz kimi belə maşındır. Gördüyünüz kimi baxın. Belə açılır. Bir də örtülür. Sürətlənəndə avtomatik gözü açılacaq. Gördüyünüz kimi bu da canavar da dostlar. İndi birazdan sürəcəm, gedəcəyik misalar eləyəndə görəsiniz əlbəttə ki. Həvəcə həritəyə baxaq, buradan gələcəyik, gedəcəyik dostlar. Əgər siz də bu təzə şəhərdən çıxmaq istəyirsə, ayrı yollarda eləyə bilərsiniz, amma ən asan yolu budur. Yəni ara yollarla girirsiniz, çıxırsınız. İndi isə gedirik, misiya eləyək, opsiz şəhərdə. Bildiyiniz kimi ən çox pul verən kuyumcu soygunu bir də əl qoymadır. Dostlar, əslində bu oyunun hər dilə qoya bilərsiniz. Prosto mən ingilis dilini başa düşürəm, amma ingilis dili bilə qoymadım. Çünki türk dilini çox başa düşürəm. İndi
keçirik Abşi şəhərdə. Yarışlar eləyək və çox pul qazanaq. Dostlar, bildiyim qədərilə abunələrim artıb, çox sağ olun. İndi gedəcəyik, əlbəttə ki, yarışlar eləyək, pul qazanaq. Dostlar, əgər çox like gəlsə, mən Maybach alacam, söz verirəm. Bax, pullar yığacam, nə olur olsun. Bax, gecə yatmayacam, pullar yığacam, çəkəcəm. Belə videolar olacaq. Mən çalışıram ki, bu 5-ci bölümdür Cosmulator 2-nin 5-ci bölümünə xoş gəlmisiniz, yəni. 6-cı bölümdə istəyirəm ki, 30 dənə toybox alım, sizinlə paylaşım. Heç bildiyiniz qədərilə mənim heç üzümü də görməmisiniz. Amma yəni aşağıdan baxa bilərsiniz mənim şəklimə. Əslində o köhnə şəkildir, onu istəsəz mən harada çəkdirmişəm. Balaca vaxtım idi, onu Targovda çəkdirmişəm. İndi gəldik əl koymaya. Ən bahalı misaldır, yəni çox pul verəcək bizə. Ona görə mən bundan başladım. Yanınıza gəlsə, keçən dəfə misalları sizə başa salmışdım, tam aydın. İndi isə gəldik maşımızın yanına. Dostlar, gözünüzü yumun. Həyəcanlıyam. O maşınla olacaq götürdüyümüz. Gözünüzü yumun. 3 deyəndə açarsınız. 1, 2, 3. Açın. Ən sevdiyim maşınlardan bir tanəsidir, əlbəttə ki. Çox sevərəm. Dostlar, sizə də belə göstərim. Mən dediyim like'lara gəlsə, Maybach da alaram, Jeep da alaram. Dostlar, bu adı yazmamışsa yorumlara ağ Jeep alım, qara Jeep alım. Bir oğlan yazıb, adı Emildir, atamdır. Yazıb ki, ağı al. Həm də bəyənib. Siz də dostlar, aşağıdan tez videonu dayandırın, bəyənin, bəyənim alsın və mən özüm dediklərimi eləyim və siz də xoşbəxt, yəni sevinə baxasınız. İndi bu arada tətildir, bildiyiniz kimi, tətilə keçmişik, düşüb. Hadisə martdır, 2026. İndi heç mən bilmirəm bu oyunun adını qoyacağım paylaşandan sonra. İndi gəldik gördüyünüz kimi mafiyanın yanına. İndi bunu mafiyaya verəcəm. Dostlar, bilirsə o göy maşın bunun çox sürətlidir. Əgər istəsəniz mən bu kuyumcu soygunu eləyim. İndi gedək, o yarışmalar eləyək. Gördüyünüz kimi, baxın, daldala belə ondan sürətli gedər. Yəni bu çox gözəl bir dənə maşındır. Öz də sürəti də yəni qəşəngdir. İndi gedirik, bankı soyaq. Sonra gedək, yarışlar eləyək. Yəni çox nəfər yorumum var. Yəni yorum yazırsınız. Həm də yorum yazdığınız üçün çox sağ olun. İndi oynamağa davam edirik. Yəni indi gördüyünüz kimi gəldik, çatdıq. Oraya yazıb ki, parçala. İndi biz o parçala dediyi yerdə, indi o deyir parçala. İndi biz də gedəcəyik, onu parçalayacağıq və 61.000 qazanacağıq. İndi isə gördüyünüz kimi belə vururuq. Allah, dostlar, hamısını alacağım. Çox pul qazanaq da, yəni Maybach almağa pulumuz çatsın. İndi gördüyünüz kimi nə boyda vaxtınız varsa, o boyda çox alsanız, yəni çox pul qazanarsınız. İndi buradan vuracağıq. 2 yerdə bağlanacaq. Dostlar, sürətimizə baxın. Gördüyünüz kimi uçur. 1 saniyəyə ora çatarım. Prosto maşınımız sürüşməşə. 37'də çatacağım. Gördüğünüz gibi 37'də də çatdım. İndi gazı verdim. Çataq. Bu missiyanı da belə həll elədik.
İndi gedirik yarışmalara. Gördüğünüz kimi göstərim. De bura stadion. Gələcək ki, orada yarışmalar eləyəcək. Dostlar, yanınıza gəlirsə, 3-cü bölümdə doc almışdıq. İndi də belə maşınlardır. Yəni hədiyyə verir də bizə oyun. Yəni mən almıram. İndi isə gedirik o yarışma yerinə. Getdik. Orada görüşərik. Dostlar, gördüğünüz kimi çatdıq. Maşınımıza indi görəcəksiniz pulun sürətini. Əgər yoxlaya bilsək də çox güclü bir də motordur. Burada deyəsən BMW X5 də var, X6 da var, X7 də var. Dostlar, bu arada Mercedes sevənlər like atsın. Əgər BMW sevənlər isə abunə olsun. Əlbəttə ki, mən Mercedes sevirəm. Çünki dostlar, Mercedes BMW-dən daha üstündür və sürətlidir. Bu oyun bildi ki, mən maşının ən daha sürətlidir. Ona görə məni ən dalda buraxdı. Bunlara biraz vaxt verirəm. Elə belə basıram qazı. İndi bastıq dostlar. Hələ bunlara möhlət verdim ha. Hamısını indi mən keçəcəm. Baxmayın, mən itəliyirlər. İndi keçəcəm. Heç mənə bir dənə də söz deyə bilməyəcəklər. 1, 2, 3. Keçək bunları. Keçəcəm. Söz verirəm ki, mən bunları keçəcəm. Hoppa, hoppa, hoppa. Keçdik. 3-cü yerdəyik. Gördüyünüz kimi qabaqdakılara çatırıq. Bu arada opsa hardadır? Mən neçənci yerdəyim, hə? O qabaqdakını mən keçim. Qabaqdakı hansı deyələ mənim maşınımı keçəm? Gördüyünüz kimi dedim də onları keçəcəm. Hələ mən bunlara möhlət verdim ha dostlar. Yəni mənim maşınım o qədər sürətli ki, lap stillər T6 eləsin bu qatil məmkini keçə bilməzdir. Luka açıldı gördüyünüz kimi. Luka nədir? Spoilerə açılıb. İndi isə ikinci turdur. Yəni yuxarıdan da baxa bilərsiniz. 8-ci yerdən 1-ci yerdəyəm mən. İndi gördüyünüz kimi finişə çatırıq. Çatdıq. Və beləliklə qazandıq. Dostlar, 206 oldu pulumuz. Haradasa çalışıram ki, sizin gözünüzün qabağında bir dənə gedək maşın alaq. Sevinirsiniz maşın almağa. Amma əlbəttə ki, neyək? Bu iki dənə missiyanı bitirək ki, biraz pul qazanaq. Və gedək maşınlar alaq. Dostlar, bu arada deyirlər ki, qaranlıq olanda 1 milyonluq evdə, yuxarıda televizorda şəkillər göstərir, görmüşəm. Yəni mənim də var 1 milyonluq evim. Həqiqətən də göstərir. Amma YouTuberlərin öz YouTuberliyini göstərir. Mən də YouTuberəm də dostlar. Mənim niyə göstərmir? Bilmirəm. Məncə o yalandır və gerçəkdir. Yəni ona bəzilərdə olur bəlkə. İndi bunu da udaq, söz verirəm. Pulumuz nəyə çatsa onu alacam gedib maşın. Lamborghini mənə keçməsə yaxşıdır. Amma qaqa Lamborghini belə mənə keçə bilməz. Ədayət yanına gəlir, sinifdə dalaşırdıq. Neysə, indi getdik. Əlbəttə ki, maşın almağa. Dostlar, maşın almağı da sizə yenə sürpriz elədim. Yəni, əgər bezirsə maşın almaqdan öbür olmaram yəni. Amma burada bütün qarajlar 128 dənə maşın, yəni 128 maşından artıq ala bilmərəm əlbəttə ki maşın. Çünki
oyun 128'dən artıq qoymur. Yəni oyunda qadağandır. Əvvəllər yığırdıq, indi 128'dən artıq qoymur. Yəqin çox uşaqlar oynayırlar, çox maşın yığırlar. Ona görə də qadağan oldu. İndi gedirik buradakı maşın mağazamıza. Əvvəlcə bura baxaq. Məncə buna heç nə çatmayacaq burada. Amma yenə də elə belə baxaq. Gəldik. Girdik içəri. Çatmayacaq buna. Buna da çatmır. Bəlkə puldur heç. Dostlar, buradakilərdən məncə çatmayacaq. Gördüyünüz kimi çatmır. Nə edirik? Əlbəttə ki, gedirik opsi garaja. Getdik. İndi isə içini də sizə tam aydın göstərim. Belə bir dənə, yəni işıqdır, Maybach kimi, yəni işıqlardır. Yəni Maybachın əgər görmüşsünüzsə içində belə işıqlar var, led kimi. Belə yəni uzun işıqlar var. Maybachda alanda sizə göstərərəm, yəni nə vaxt alsam. İndi gəldik bura. Bu nədir? Buna yox. Əvvəlcə bura baxaq. Dostlar, bu neçədir? 342. Bu da bu. Ən bahalısını alım. Bəlkə dostlar, bunların içində alım. Eybi yox, like atmayın. Canınız sağ olsun. Alacağım bunlardan. Bu 112'dir. Əvvəlcə ən ucuz qaranı alaq. 119'a da deyəsən var idi promoyuna. Belədir. Dostlar, zayıfdır, bunu da gücləndirərik. Gəldik, burada yenə pulumuz çatırsa alaq. Gəldik bura 123. Çatmadı dostlar. Dostlar, burada yenə görüşəcəm. Əlbəttə ki. Dostlar, bilmirəm nə tər oldu, yəni qısadır, yoxsa o, yəni böyük videoydu, yəni uzun videoydu, bilmirəm. Amma əlbəttə ki, sağollaşmadan əvvəl nə etməliyik? Yanınıza salın, benzin bidonunu almalıyıq, yəni benzin bıçağını. Onu əvvəlcə alaq. Dostlar, drifti də pis deyil ha. Gördüyünüz kimi drift eləyir. Yəni burada saxlayırıq. Opsi bölümdə istəsəz kommentə yazarsınız, yəni rəyləri yazarsınız. 07-ni test eləyək, yoxsa yox. İndi gördüyünüz kimi sağollaşıram. Sağ olun, salamat qalın. Növbəti videoda görüşərik izləyicilər.